Salam. Bugünkü kitabımız Manav Süleymanov'un kitabı. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Səhifə 83. Milyonçular. Bakıda milyonçu çox idi. Bəzilərinin adı və sədası bütün dünyaya yayılmışdı. Müsəlman milyonçuların iki dəstəyə bölmək olardı. Birinci neft milyonçuları, neft xudalar. İkincilər isə sandıq milyonçuları, yəni pulu sandıqda üst-üstə yığıb yüksək faizlə sələm almaq, malı ucuz alıb baha satmaqla varlanarlar. Əlbəttə, burada əsas söhbət neft milyonçularından, neft xudalardan gedəcək. Hacı Zeynalabdin Tağıyev, bütün müsəlman aləmində tanınmış milyonçu neft xudanı Bakıdakı müsəlman, Rus, erməni və Yahudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Atası İçəri şəhərli başmaqçı Tağı, anası Bilgəhli Anaxanım olub. Zeynalabdin uşaq ikən anası vəfat edib, atası ikinci dəfə evlənir. Təzə arvaddan 5 qızı olur. Tağı çox kasıb imiş. Zeynalabdin hələ kiçik ikən atası deyir ki, bala, görürsən də güzəranımız necə ağır keçir. Gəl əlimin altında işlə, mənə həyan ol. Birtəhər gündəlik çörək pulu qazanaq. Zeynalabdin cavab verir ki, mən başmaqçı yox, bənna olacağam. Kişi arvadına tapşırır ki, apar bunu qoy, bənnanın əli altında işləsin. O vaxtdan başında çanaqda palçıq daşıyır, 6 qəpik günəmuz alır. Yaşı az olduğundan palçıq çanağını çətinliklə daşıyırmış. Yoldaşları ona kömək edirdilər. Tez-tez ağır çanağı qaldırıb başına qoyurdular. O da canla başla çalışırmış. Bütün günü bir an belə bekar qalmaz. Hamıdan tez gələr, gec gedərmiş. 15 yaşında daş yonan, 18 yaşında bənna, sonra da memar podratçı olur. 1873-cü ildə 2 nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və əmələlər tutur. Buruq qordurub başlayır quyu qazdırmağa. Günbəgün xərc artır, neft isə görünmür. Qışda soyuq, yayda cəhənnəm istisi Xəzri Giləvarın qaldırdığı toz göz çıxardır. İlan tək qabıq qoyurlar, neft isə çıxmır. Düşmənlər hacıya gah tamahkar, gah kələfin ucunu itirən adam kimi baxırlar. Şəriklər ümidlərini itirir, öz paylarını satmağa müştəri axtarırlar. Axırda hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Hacı darıxmır. Tək tənha məşəqqətə dözür. Fəhlələrin muzdunu vaxtında verir.